Bela Hudam lanet var. Seccad ağa başında Kara emame geldi. Seccad ağa başında Kara emame geldi. Ya Fatime dilinde Defni imame geldi. Seccad ağa başında Kara emame geldi. Ya Fatime dilinde Defni imame geldi. Seccad ağa başında Seccad ağa başında Kara emame geldi. Ya Fatime dilinde Defni gördü düşüp bedenler Sehraya pavra pavra 72 cenaze Ezası yavre yavre Hicran odunda yandı Kalbi çekip şerare Evvel çukur mekana Erzi selame geldi Seccad ağa başında Seccad ağa başında Kara emame geldi. Ya Fatime dilinde Defni imam gördü beni Esad'dan bir iddia var o çölde Kasti himayetiyle ağlınla nale dilde Himmet edin buyurdu olmaz seda çekelde Nuri Bilal'i gördü halk ihtimame geldi Seccad ağa başında Seccad ağa da Kara emame geldi. Ya Fatime dilinde Ya Fatime dilinde Defni ey ba vefa kabilem ben gerçi naşinasam Korkuş miyün ne düşman sizlerle hem libamsam Alemde eyyühen nas men iftihari nasam Seccadata namazın etsin ikame geldi Seccad ağa başında Seccad ağa başında Kara emame geldi. Ya Fatime dilinde Defni yaran o hazretiyle sef bağladı namaza Ba'd az namaz yürekte gizlin gam oldu taze Geçsün gerek mezara 72 cenaze Kim kanlı deşte baktı sabri tamame geldi Seccad ağa başında Seccad ağa da geldi. Ya Fatime dilinde Defni imam başsız düşüp bedenler meydanda bir tarafta her nazenin batıptı alkavne bir tarafta bakşam bir tarafta pervane bir taraftan göz düştü her şehide Gamkhar suama geldi Gamkhar suama geldi Seccad ağa başında Seccad ağa başında Kara emame geldi Ya Fatime dilinde
Di hazır gönüblə yerdə Keşküşə bir məzari Dəfn etdi Həzrət orada Üç nazənin nigari Ağuşi şahə verdi Şəhzadə şirxari Əkbər ayaqda qəbrin Şəkli nizamə gəldi Şəkli nizamə gəldi Səccad ağa başında Səccad ağa başında Əmamə gəldi Ya Fatimə dilində Dəfni imam Hazır görüblə yerdə Keşküşə bir məzari Bir guşədə Həbibi Biyar dəfn olundu Bir xırda qəbr içində Sərdar dəfn olundu Min bədi Ali Haşim Ənsar dəfn olundu Başə vurub kəlami Xətmi kəlamə gəldi Səccad ağa başında Səccad əmamə gəldi Ya Fatiməm Dəfni Ya Fatiməm dilində Dəfni imamə gəldi Sallallahu aleykə Ya Əba Abdillah Esselamu ala Hüseyin ve ala Ali ibn Hüseyin ve ala Hüseyin ve ala ashabil Hüseyin İmam Hüseyin aleyhisselam eşitmişsən ki, Tasua günü orada olanlara müraciət elədi ki, məni ilə gələnlər getsinlər, bunların davası məni ilə, bunu eşitmişsən. İmam Hüseyin ağa ilə gələnlərin içində çox adam var idi, elə gedənlər də oldu. Dedi, kim qalsa, mənim səsimi eşitsə, amma mənə kömək eləyə bilməsə, onun işi çətin olar. Bir neçə sariban da var idi. Bir neçə sariban. Sariban bilirsiniz nə edirlər? Sar dəvədir. Ban da nigəhban sözündəndir. Dəvənin keşikçisi, dəvəni çəkən, aparan, yol göstərən, bələdçi, bir neçə mənası var sariban sözünün. Mədinədən çıxıblar, Küfəyə tərəf gəliblər. Sariban, bir neçə sariban var imiş. İmam Hüseyin ağa deyir, onlara da müraciət elədi. Gedənlər getdi, amma deyir, bir sariban qaldı. Bir sariban qaldı. O İmam Hüseyin ağanı yaxşı tanıyırdı. Elə bir iş gördü ki, bir qarət elədi. İmam Zeynil-Abidin əleyhissalamın nohəsini bircə oxumadı. Həzrət gəldi bir rivayətdə şəhidləri dəfn eləməyə. Dedi, bu şəhid olanları mən yaxşı tanıyıram, məndən yaxşı tanıyan yoxdur bunları. Axı bilirsiniz niyə görə belə dedi? Çünki bunların bədənlərində başları yox idi. Bədənlər qalıb, başlar gedib. Dedi, bu başsız bədənləri məndən yaxşı tanıyan olmaz. Şah hansıdır, nökər hansıdır, ağa hansıdır, balası hansıdır, bunları mən yaxşı tanıyıram. İmam Zeynil-Abidin əleyhissalam gələndə Bəni Əsəd qəbiləsi toplaşmışlar, xanımlar gəlmişlər, əvvəl sonra kişiləri də gəlmişdi. Şəhidləri dəfn eləməyə, qəbir qazırdılar. İmam Zeynil-Abidin əleyhissalam bunların köməkliyi ilə şəhidləri dəfn elədi. Bir yerə çatdı İmam Zeynil-Abidin əleyhissalam, gördülər çox ağlayır.
Çox ağlayır, soruşdular səbəbini. Ağa, niyə görə ağlayırsan? Dedi, bir nəfər atamın üzüyünü çıxartmaq istəyib əlindən. Üzük, axı bilirsən, insan dünyasını dəyişdi, bədən şişir. 3 gün qalıb torpaqların üstündə, həm də yaralı bədən. Bu əl vuruşub, əzilib, yara dəyib. Həzrətin barmaqları şişibmiş, üzük barmağından çıxmırmış. Bir üzüyə görə Həzrətin barmağını kəsib aparıb. Ey badi müxalif, bu gözəl gülşənə əsmə. Ey badi müxalif, bu gözəl gülşənə əsmə. Başım kəsilib, rəhm elə zalim, əli kəsmə. Ey mərd dəni, qəm günü qəm xarım olub deyil. Ey mərd dəni, ey zalim, qəm günü qəm xarım olub deyil. Bu çöldə neçə yar həva darım ölübdi. Nəhr üstə uca boynu ələm darım ölübdi. Abbas ələmin indi alıbdı ələ Zeynəb. Qorxum budur ələm başım üstə gələ Zeynəb. Kəsmə əlimi, qoy qala sərbəstə bu məslək. Başsız görüb, əlsiz necə görsün məni Zeynəb. Bacı qardaşı tanır, gər ola salim bədənim. Bacı qardaşı tanar, gər ola salim bədəni. Bacın ölsün, tanıyım hansı əlamətlə səni. Anam oğlu Hüseyin, nə başın var bədənində, nə əlin əldə sənin, nə libasın qalıb əynində, nə bir pirəhənin. Əzaliyəm, günüm qaradı qardaş, nə qədri ağlasam rəvadı qardaş. Oy o pirəhənəm, o pirəhənin yaralı əllərdən kəsibdi sariban yaradı qardaş. Ey bağıban günlər və nə gəldi, bacım deyən dinlər və nə gəldi. Ey bağıban günlər və nə gəldi, bacım deyən dillər və nə gəldi. Zeynəb necə səbr eyləsin bu zülmə, sənə qurban əllər və nə gəldi. Sənə qurban əllər və nə gəldi. Əla lənətillah və aləl qavmi zalimin. Xudaya, xudavəndə bu təziyəni, bu əzanı bizdən qəbul eləm. İlahi və Rəbbi İmam Hüseyin ağanın qəbrinə hamılarımızı arzu çəkənləri tezliklə zəvvar elə. İlahi və Rəbbi hər kimin nə çətinliyi var, hər kimin nə hacəti var, çətinlikləri asan elə. Evlərdə, xəstəxanələrdən sıralarımızda olan xəstələrə şifa inayət elə. İlahi və Rəbbi İmam-ı Zəmanının zuhurunda fərəc hasil elə. Xalis olan baş sağlığımızı Həzrətə çatdır ginən. Bismillahirrahmanirrahim. İnnallâhe ve melâiketehu yusallûne alen nebi. Ya eyyühellezîne âmenû sallu